Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Bu barədə deputat Vüqar Bayramov məlumat paylaşıb. O qeyd edib ki, dövlət qulluğu haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur. Qanuna əsasən dövlət qulluqçusu vəfat etdikdə, hələ məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək. Millət vəkili bildirib ki, 2024-cü ilin yekunlarına əsasən dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən 2000 manatdır. Deputat bildirib ki, bu isə o deməkdir ki, yeni müavinətin məbləği orta hesabla 8000 manat, yəni orta aylıq dövlət məvacibi 2000 manatın 2 misli olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir.